Salam hər birinizə. Yenə köhnə kontentə davam edəcəm, amma bu dəfə daha fərqli olacaq. Ağlıma nə gəlsə onlardan danışacağam. Əslində podkast eləmək istəyirdim, amma çünki podkast eləməyim istəməmin bir çox səbəbi var. Çünki birincisi kameranın qabağında olanda özümü çox narahat hiss edirəm. Yəni əlimi, qolumu necə oynadım, bir də bilmirəm. Videonu editləyəndə çox qəribə mimikalarımın olduğunu görürəm. Və o qəribə mimikaları görüb özümə cringe oluram. Köhnə videolarıma baxanda falan. Görürəm ki, çox gözüm məsələn sağa gedir, sola gedir, bir şey fikirləşəndə. Yəni diqqətim çox dağılır deyə, o da belə qəribə olur. Biraz məni lağa qoyurlar ona görə. Ona görə istəyirdim ki, mən səsli bir şeylər paylaşım. Çünki həm səsli olanda əlimi, qolumu hara qoymaq lazımdır, onu rahat bilirəm. Həm də ki, özümü daha rahat hiss edirəm. Amma Spotify-a bu arada bölüm yükləməyə çalışdım. Amma this content is not available in your country çıxdı qabağıma. Ona görə də dedim ki, görüntü ilə davam edeyim. Çox belə arada qaldım ki, necə şəkildə eləyim videoları. Çünki siz mənim 2 dənə kanalım var, biri ingilis dilindədir. Bu kanalda gitar videoları çəkirəm. Əslində söhbət videoları ilə başladım, sonra kanal gitara getdi falan, belə çox qarışıqlıq oldu. Onda da biraz qəribə səviyyəm, üzüm yoxdur öz kanalıma söhbət videoları çəkməyə, çox qəribə bir şəkildə. Ona görə düşünürəm ki, ağlıma nə gəldi onunla danışacağam. Bu arada saçımı təzə kəsmişəm. Həyatımda ilk dəfə ki, saçımı bu qədər çox məmnunam. O qədər xoşbəxtəm ki, həqiqətən yəni özümü dəhşətli dərəcədə çox xoşbəxt hiss edirəm bu saç stilinə görə. Arxasını tam olaraq göstərə bilmirəm, amma arxası tam istədiyim kimidir. Yəni xəyalımdakı saç stilini sonunda əldə elədim. Sizə nədən danışmaq istəyirəm? Bilirsiniz ki, yəni o bir kanal deyəndə, yəni arxivlədiyim videolar çox depressiv videolar idi. Ona görə də mən düşündüm ki, həqiqətən kanalı belə davam etdirmək istəmirəm. Və açıq videolarıma baxanda da belə şeyləri ağlıma gəlməyini istəmirəm deyə. Ona görə istəyirəm ki, tamamilə fərqli bir şəkildə davam edək bundan sonra. Ümid edirəm ki, yəni belə davam edib bacaracağam. Burada sadəcə söhbət eləyəcəyik. Ayda heç mövzuya girə bilmədim, sadəcə söhbət elədim. Bu boyda gərəksiz detallar verdim. Amma Instagramı sildim. Instagramı sildim deyəndə, yəni mən bunu normalda çox eləyirəm. Instagram hesabımı dondururam. Ondan sonra bir 3 ay keçir ya 4 ay keçir. Sonra mən birdən ağlıma gəlir ki, ayda Instagramda bu var, post paylaşım. Özümə bir bəhanə tapıram. Sonra Instagramı təzədən geri yükləyirəm. Sonra geri yükləməm o qədər peşman oluram ki, bir də ki, qabağıma çox yəni gərəksiz bilirsiniz necədir? Məsələn, əvvəllər mən deyirdim ki, TikTok çox zibil bir yerdir deyə düşünürdüm. Çünki mən uşaq vaxtı TikTokdan istifadə eləmişəm. Instagramı deyirdim ki, biraz səviyyəli yerdir, YouTube daha səviyyəlidir. Amma indi məsələn görürəm ki, heç bir səviyyəli deyil, heç birində bir yəni şey yoxdur. Mövzu yoxdur. Yəni necə mövzu yoxdur? Hamısı o qədər bir-birinin eynisidir ki, necə ki, məsələn, şampun olur mağazada. Bilirsiniz ki, yəni bu şampun baş yumaq üçündür, amma baş yəni saç yumaq üçündür. Amma o qədər çox seçim var ki, artıq bilmirsiniz ki, hansı seçimi eləyəsiniz. Bilirsiniz, yəni funksiyası budur ki, siz yəni ən azından saçınızı yuyun da. Amma bu qədər seçimin arasında həqiqətən də seçim eləmək çox çətin gəlir. Məsələn, YouTube-un Enes Batur vaxtları olanda, bu arada mən Enes Baturdan böyüyən bir gənc olaraq burada çox utana deyirəm bunu. Amma Enes Batur Orkun Işıtmaqla böyümüşəm mən. Və o vaxtda məsələn YouTube-da mən uşaq olan vaxtı belə videolar məsələn əyləncə desək Enes Batur ağla gələrdi. Orkun məsələn Orkun ona bənzər videolar çəkirdi. Dilimi nə desə məsələn, nə bilim top videoları falan, yolda kimləsə röportaj eləyib, nəsə challenge eləmək falan, belə şeylər ağla gələrdi. Amma indi Enes Baturun yəni heç bir mənası qalmayıb da. Yəni eyni şəkildə də bu self-improvement videoları var da. Hamı açır kameranı, ağıl verir. Əllərində belə mikrofon. Əslində bir baxımdan yaxşı bir şeydir bu. Məsələn, kiməsə bilmirəm, advice eləmələri heç xoşuma gəlmir. Çünki siz necə bir vibe verir. Yəni sən okay, you are wise, həyatı çözümsən və götürürsən, ərmiş bir insansan və cəmaata ağıl verirsən. Bilməm, mənə biraz belə gəlir, amma əslində bu insandan insana da dəyişir. Yəni siz videoda danışıq tərzi falan çox önəmlidir. Məsələn, kimsə əgər həqiqətən də belə özünü belə əslində sizin insanlara qarşı olan münasibətiniz bu şəkildə danışanda çox yorur. Deyəsən mən də belə danışırdım əvvəllər.
bilmirəm, nəsə də, yəni mən də bir şeylər eləmişəm, çox pis bir şeylər eləmişəm. Amma heç olmasa mənim videolarım izlənirdi də biraz. Baxırdı videodan videoya, başlıqdan başlığa dəyişirdi. Amma nəysə. Amma bir yana xoşum gələn şeylər çoxdur YouTube-da. Yəni əslində çox idi, amma getdikcə azalır, çünki mənim keşfiyyatım o qədər də yaxşı deyil. Məsələn, YouTube-un yaxşı tərəfi odur ki, bu daha çox xarici kanallarda görürəm. Bu arada mən bir neçə dənə türk kanalı var, sadəcə onları takib edirəm. Azərbaycanlı kanal 2 dənə var, 1 dənə 2 dənə var, onları takib edirəm. Ondan başqa da qalan hamısı ingilis dilində olan kanallardır. Məsələn, kimsə deyək kilo vermək istəyir. Kilo vermək istəyəndə götürür, onu digital diary şəklində eləyir. Digital diary çox möhtəşəmdir. Yəni YouTube-u öz favorına işlətmək, öz xeyrinə işlətmək çox əla bir şeydir. Məsələn, day 1 to day 365. Birinci gündən 365-ci günə qədər kilo vermə müddətini paylaşır hər gün. Və yaxud da məsələn, bu qadınlar da çox eləyir, oğlanlar da çox eləyir ki, məsələn, bodybuilding eləyirlər ya da calisthenics eləyirlər. Bunu hər gün olaraq paylaşırlar. Ya da ki, kimsə, bir dənə uşaq görmüşdüm bu arada, Çinli. Bu əslində Instagram işlədən vaxtı Instagramda çıxdı qabağıma. Amma sonra orada link qoyurdu biosunda. Biodan girdim linkə, oradan YouTube kanalına girdim. Baxdım ki, uşaq bilsiz nə edir? Uşaq məhz öyrənir. Üstə gəlsin C++ programming öyrənir və kameranı qoyur kənardan. Qarşısında bir dənə kompüter var, bir də klaviaturası var və uşaq study sessionlar eləyir. 1 saat, 2 saat olur, fərq eləmir və bu uşaq bunu hər gün eləyir, dalbadal bir şəkildə də. Yəni bunu siz necə çox möhtəşəm bir şeydir də. Çünki birincisi bunu özün üçün eləyirsən, özünü challenge eləyirsən ki, hə mən YouTube-a bir video paylaşacağam və bu videonu mən axı başlamışam, axı birinci gündən başlamışam və bir də ki belə bir şey var. Əgər bir şeyi yəni public şəkildə eləyirsinizsə, artıq bunu özünüz də məcbur hissedirsiniz ki, bunu davam elətdirməliyəm. Məsələn, mən video çəkirəm. Özümü belə məcbur hiss edirəm ki, mən videonu çəkib davam eləməliyəm də. Bir şeylər ortaya çıxartmaq lazımdır, çünki insanlar izləyir. İnsanlar bir şey gözləyirlər. İnsanların gözləntiləri var. Yəni özün üçün başlasan belə bir nöqtədən sonra özün üçün davam eləmirsən bu işə. Yəni daha çox insanların gözləntisinə görə də davam edirsən. Yəni mən əslində bir baxımdan inanmıram kimsə deyər ki, bu videoları ancaq özün üçün çəkirəm. Çünki ancaq özün üçün çəkirsənsə sadəcə arxivlə də, yəni bir yandan insanların həqiqətən də fikirləri də maraqlı gəlir ki, mən məsələn, elə insanlar var ki, içlərində həqiqətən də bir şey public şəkildə yayınlama istəyi var. Məsələn, məndə bu istək dəhşət çoxdur da. İstəyirəm ki, məsələn, bir şey paylaşım, öz düşüncəm olsun, məsələn, bir musiqi olsun falan. Həqiqətən mən bilmirəm, paylaşma istəyi var içimdə çox. Bəzən də qapanıram, amma o başqa mövzu. Belə YouTube bu şəkildə istifadə olması çox yaxşıdır, xoşuma gəlir. Amma o birisi baxımdan o dediyim kimi yəni hamı dərs oxumaq haqqında video çəkir. Necə dərs oxumaq lazımdır? Self improvement. Sonra hamı Pomodoro'dan danışır. Biz onsuz bunları bilirik. Nə bilim ya da bizə həyat xəritəsi cızırlar. Yəni siz necə hər şeyin elə bir yolu var imiş kimi göstərirlər. Mənim o xoşuma gəlmir. Çünki hər advice, hər tövsiyədə hər insana uyğun deyil. Hər insanın öz həyat təcrübəsi var, öz backgroundu var və məsələn, sənin üçün işləyən bir tövsiyə başqası üçün işləməyə bilər. Bu və yaxud da sənin üçün işləyib, bir dənə dostun üçün də işləyib, amma o demək deyil ki, hamı üçün işləyəcək də. Yəni ona görə də bilmirəm, yəni advice eləmək heç dəstəklədiyim bir mövzu deyil. Bundan başqa nədən danışa bilərəm? YouTube-dan başqa, YouTube-u izləyirəm, YouTube izləyicisiyəm. Xoşum gələn kanallar da var. Amma Instagramı həqiqətən dayandıranda mən həyatda yaşamağa başladım. Yəni yaşadığımı hiss elədim. Niyə? Çünki başladım özümə fokuslanmağa. Instagrama məsələn girən kimi belə bir mesaj var da Instagramda. Sən nə qədər gözəlsən, sən nə qədər varlısan, sən nə qədər lükssən, nə qədər brendsən. Bütün yəni Instagramın girəndə verdiyi mesaj budur. Onda biz siz necə? Məsələn, qardaşımla Instagram yükləyən vaxtı deyirdi ki, gəl scrolling eləyək də. Və biz scrolling eləyəndə qarşımıza məsələn qızlar ya da oğlanlar çıxır da, biz artıq o videonun kontentinə baxmırıq. Məsələn, kimsə deyək outfitini göstərmək istəyir ya da ki, nə bilim, nəyisə göstərmək istəyir, amma biz avtomatik olaraq bu insanın görünüşünə deyirik ki, bu qəşəngdir,
ay bu çirkindir. Ya sonra şey eləyirik. O insanın gözəlliyi ilə çirkinliyi mövzusu haqqında davaya çıxıram ki, deyirəm bunun harası qəşəngdir dostum. Bu şəkildə deyirəm. O da deyir ki, burası qəşəngdir, bu qəşəngdir məsələn deyirəm. Bu şəkildə yəni çox axmaq bir mövzu üzərində biz bir insanın gözəlliyi haqqında müzakirə aparırıq da, yəni çox absurd bir şeydir, amma yəni istər-istəməz insan eləyir bunu. Çünki bir yerə gələndə aldığınız enerji məsələsi var da. Necə ki, məsələn, bir ortama girirsiniz. Birinci baxırsınız ətrafa ki, görəsiniz insanlar necədir. Əgər məsələn görürsünüz ki, açıq fikirli insanlardır, biraz daha açılışırsınız. Açıq fikirli deyirlər, məsələn deyək ki, çox köhnə fikirli insanlardır. Biraz qapanırsınız içinizə, onlara uyğun rəftar edirsiniz də ki, heç kim sizi judge eləməsin, ay bu tərbiyəsizdir falan deməsin. Yəni vəziyyətə görə, vəziyyətin sizə o verdiyi mesaja görə siz hərəkət edirsiniz. Eyni şəkildə yəni Instagramdadır. Mən Instagramı dayandırandan sonra idmana başladım. Daha doğrusu elə deyildi tam olaraq. Amma siz necə? Mən həqiqətən özümə çox fokuslanmağa başlamışam. İdmana gedirəm, məsələn, riyaziyyat öyrənməyə çalışıram. Bir də Instagramı bağlamışam deyə riyaziyyat öyrənməyə daha çox zamanım qalıb, daha çox fokuslanıram. Siz necə? Elə hiss edirəm ki, mən bu arada riyaziyyata aid beynimdə çox pis bir mental bariyeri var. Çünki mənim riyaziyyat müəllimimlə məktəb vaxtında çox problemlərim oldu. Əgər olmasaydı, həqiqətən də yəni çox yaxşı yerlərə bəlkə gələ bilərdim, amma yəni belə deyək, sonra da düzəldə bilmədim. Məsələn, 11-ci sinifdə də, çünki mən başqa imtahanlara da hazırlaşırdım deyə, yəni buraxılışın riyaziyyatın belə çox çətin zaman ayırırdım. Çünki mənim dediyim kimi daha önəmli başqa imtahanlarım var idi. Ona görə də yəni riyaziyyatla aram çox da yaxşı değildi. Amma biri var ki, qarşınızda bir exam olsun, imtahan olsun. O imtahanın stresindən verirlər də, məsələn özünüz bilirsiniz ki, test toplusuna müəllimlər nə qədər tapşırıq verirlər, nə qədər dəhşətli dərəcədə tapşırıq verirlər. Yəni 4 səhifə, 5 səhifə verirlər. Birinci gün dərsiniz olur, mövzunu keçdiniz. 4-cü günə o birisi dərsiniz olur da. Yəni həftədə 2 dəfə olur axı. Məsələn bizə dərslər həftədə 2 dəfə idi. Əlavədə sınaqlar falan olurdu. Və bu həftədə 2 dəfə olur. Sənin təkcə bir dənə fənnin yoxdur. Müəllim 4 səhifə tapşırıq verib və sənin 3 günün var. Yəni birinci gün sən məsələn 2, 3, 4, 4-cü gündə deyək səhər tezdən qalxıb dərs oxuyursan biraz, yenə də bəs eləmir də. Yəni heç bir şəkildə bəs eləmir və o stressin altında həm mövzunu təzədən anlamağa çalışırsan, o tapşırıqları yazıb çatdırmağa çalışırsan, çox çətin bir şeydir, çox. İstə gəlsin təkcə bir dənə şeyə yox, bir neçə dənə fənnə fokuslanmalısan da. Yəni bu mental olaraq insanı çox yorur. Gələcək nə olacaq? Mən hansı universitetə girəcəm? Mən həyatda nə etmək istəyirəm? Yəni məsələn 17 yaşında insana bunu bu qədər şey yükləmək həqiqətən düzgün deyil. Sadəcə olaraq sistem bu şəkildə qurulub da ya. Artıq siz necə? Biz də bitirmişik bu sistemi judge eləməyi ki, ay bu niyə belədir? Bu sistem niyə belədir? Artıq siz necə olmuşuq? Topludur, toplunu əzbərləyirsən. İndi mən buna həqiqətən əzbərləmək deyirəm. Yəni bilmirəm. Mən sadəcə öz fikrimi paylaşıram. Mən düşünürəm ki, yəni test toplusu insana bilik vermir. Həqiqətən də. Yəni əgər bir biliyi həyatınızda tətbiq eləmirsinizsə və o bilik bir parçanız deyilsə, ancaq götürüb quru-quru test işləyirsinizsə, o bilik sizin parçanız deyil də. Düzdür, teoriyanı öyrəndin, testlər falan yaxşıdır, amma toplu elədi ki, mən sırf riyaziyyatdan danışıram da. Bunu bilmirəm niyə topluya gəldim mən. Amma sırf riyaziyyatdan danışıram ki, sual tipləri var və o sual tipləri çərçivəsində düşür. Və riyaziyyat bu sual tipindən ibarət deyil, başa düşürsünüz. Riyaziyyat çox geniş bir şeydir. Məsələn, mən özüm hal-hazırda kalkulus 1 dərsi alıram və görürəm ki, bu dim riyaziyyatı ilə kalkulus riyaziyyat necə tamamilə fərqli şeylərdir. Siz necə gəlir mənə kalkulus? Elə bil ki, həqiqətən mən riyaziyyat öyrənirəm və mən həqiqətən də bu öyrənməkdən o qədər zövq alıram ki, açıram videolara baxıram. Məsələn, L'Hopital's rule var. Adı belə çox möhtəşəmdir də, L'Hopital. Məsələn, bunu çox belə neçə gündə ağzıma ilişib. L'Hopital eləyirəm də, yəni. Bilmirəm, indi dimin proqramda var yoxsa yox, çünki mən buraxılışa qədər hazırlaşmışam. Amma yəni, bilirsən ki, bir dənə məsələ həll eləmək, bir dənə yolu yoxdur. Və yaxud da məsələn, müəllimlər necə olur? Müəllimlər özləri öyrəndikləri cür sizə izah edirlər. Amma baxırsınız ki, kalkulusda you are free də, yəni sənin o qədər çox seçimin var, o qədər belə riyaziyyata məsələn, dimdə belə baxırsansa, kalkulusda belə baxırsan, gözlərin açılır, tamam belə fərqli bir perspektiv qazandırır.
Mən həyatımda ilk dəfədir ki, riyaziyyatdan zövq almağa başlayıram. Ümid edirəm ki, bu videoda bunu dedim deyə bunun tam əksi olmaz. Çünki daha çətin mövzuları keçəcəyik. Keçən dəfə kalkulus imtahanını çox yaxşı keçdim bu arada. Ona görə də xoşbəxtəm. Bir də ki, məsələn, insan bir şey bacarandan sonra görürsən ki, yəni alınır da, onun motivasiyası o qədər adama vurur ki, artıq düşünmürsən də başqa şeyləri, sadəcə olaraq o şeyə bağımlı hala gəlirsən. Məndə də elə bir şey oldu. Keçən dəfə oturub boş-boş trigonometriya işləyirdim ki, birdən boşluğum olar, nə bilim nə, bilmirəm. Yəni bu şəkildə bir də kitab olaraq Otomatik Portakal oxuyuram. Otomatik Portakalı oxuyuram, amma eynəyimin ölçüsü dəyişib deyə gözlərimdə həqiqətən də, yəni normalda keçən dəfə, ən axırıncı dəfə yoxlayanda mənim gözüm mənfi 2.5, o birisi gözümdə mənfi 2.25 idi. Amma bilmirəm ki, hansı gözüm hansı idi bu arada. Amma önəmi yoxdur. Nəsə, gözlərim ikisi də zəifdir. Artıq üstündən nə qədər ay keçib, çox keçib, yəni dəhşət çox keçib. Mən hiss edirəm ki, mənim eynəyim dəyişir. Yəni eynəyim dəyişmir, əslində gözlərim dəyişir. Məsələn, eynək olduğu kimi qalır, amma göz hiss edirsiniz ki, dəyişir. Mənfi 2.5 olur, sonra mənfi 2.75 olur, sonra mənfi 3 olur. Yəni getdikcə artır bu göz zəifliyi. Və eynək də ki, mənfi 2.25-də qalıb deyə, o gözə çox dəhşət dərəcədə bir ağrı verir. Mən ona görə o kitabı hələ ki yarımçıq qoymuşam. Ümid edirəm ki, bitirə bilərəm. Çünki həqiqətən 2 dəfə başlamışam. İkisində də nəsə oldu. Birincisində bilmirəm, dedim daha yaxşı oxuyaram. İmtahan stresini bəhanə elədim. İkincisində başım yerində deyildi. Artıq həqiqətən bu kitabı oxuyub bitirmək istəyirəm. Serial məsələsinə gələndə bu dəqiqə Mr. Robota baxıram. Mən bilmirəm də, yəni hər videoda nəyi izləyirəm, nəyə baxıram, həmişə danışacağam. Ümid edirəm ki, sizi boğmaz bu. Amma yəni mənim həyatım budur. Mən həqiqətən serial insanıyam və həmişə də serial izləyirəm. Film izləyə bilmirəm. Çünki serial niyə onda səbəbi odur ki, serial izləyəndə çox bağlanıram karakterlərə, orada personajlara o qədər çox bağlanıram, öz parçam halına gəlir. Serial bağımlılığıma aid bir video çəkərəm istəsəz. Çox axmaq bir serial bağımlılığım var. 7-ci sinifdən başladı və indi 11-ci sinifi bitirdim. Universitetə başlayacağam və hələ də o anormallıq qalıb. Onun haqqında başqa bir video çəkərəm. Şeyə baxdım, Off Campus'a baxdım, dostumun tövsiyəsi ilə. Belə Amerikan klişesi olan dənə serial idi, amma maraqlı idi. Həqiqətən izləməyə dəyər. Film yox, daha doğrusu. Serialın verdiyi çox qəşəng mesajlar var. Bir də orada, bilmirəm, çox da bağlana biləcəyim insan seçmədim. Çünki bir sezonu idi, uzun deyil də. Məsələn, filmlərə niyə baxmıram? Çünki 2 saat olur film. Sonra o 2 saatın sonunda mən belə qalıram. Böyle divara baxıram, overthink edirəm, o film haqqında çox fikirləşirəm. Sonra deyirəm, mən görəsən bu filmi başa düşdüm yoxsa yox, görəsən bu filmin haqqını verdim yoxsa yox və belə bu şəkildə olurlar. Mən yəni o filmi həqiqətən beynimdə çürüdürəm və heç nə qalmır filmdən. Əsər əlamət qalmır. Amma serial elədi ki, bağlanıram orada insanlara. Orada favorim olur. Sonra onun başına bir şey gələndə mənim də başıma bir şeylər gəlirmiş kimi, yəni gün ərzində axmaq bir şəkildə depressiyaya düşürəm. Yəni belə şeylər var. İndi Mr. Robota baxıram. O qədər möhtəşəmdir ki, bir dəfə başlamışdım. Onda 8-ci sinifdə idi məndə başlayanda, yadımdadır. Amma belə bir şey var ki, yəni hazır olanda başlayın da bu seriala. Çünki hər şeyin əslində arxasında olan səbəbləri görəndən sonra, yəni siz kapitalizm, sonra böyük markalar, onların bizim üzərimizdə oynadıkları oyunlar və s. ilaxır. Yəni bu mövzulara son vaxtlar mənim beynim həzm eləyə bilmir və hər şeyin artıq, məsələn, McDonald's-a gedirəm, McDonald's görürəm ki, bunların əslində arxasında nə var, onu düşünürəm. KFC-ni keçən dəfə gördüm məsələn. İndi mən sizə bir şey deyim. KFC-nin üstündəki o adamın logosu var, adı yadımdan çıxdı. Amma bugün şəklinə baxdım onun, ağsaqqal bilən adamdır. Yəni onun keçən dəfə dənizə gedəndə yolda gördüm. KFC var idi da yolda. Və baxdım, dedim ki, yəni bir də normalda çox məsumcasına baxırıq da biz ki, KFC belə. Amma bir də təsəvvür edin ki, o insan əslində pis bir niyyətlə açıb, əslində tək məqsədi pul qazanmaqdır və o bunu açmaqdakı məqsədi nədir?
və yəni siz necə tam dərinliyini düşünəndə və o insanı bir devil kimi düşünəndə həqiqətən də bu insan mənə siz necə gəlir? Qoca, saqqallı, amma pis niyyətli olan və dünyaya öz necə deyim, çıxarlar Azərbaycan nə idi? Öz mənfəətlərinə görə istifadə edən və insanları belə ignore edən, insanlara çox da lazım deyil, sadəcə pul qazanmağı veclədi kimi. Yəni tam ifadə edə bilmədim bunu. Amma tam bir şeytan da, yəni təsəvvür edin ki, şeytan. Yəni qohumlar necəsə, qohumlar necəsə o da elə də, yəni o şəkildə. Və sonra dedim, ayda, yəni bu arada onu bir həftə əvvəl elədim. KFC-nin founderını bir devil kimi gördüm. Bugün də KFC yedim. Yəni mən çox da ciddi almayın. Bu qədər. Video 20 dəqiqə oldu. O qədər şeydən danışdım ki, o qədər detallara girdim ki, 20 dəqiqə oldu, amma ortada heç nə yoxdur. Bilmirəm videonun başlığını nə qoyacağam. Amma ümid edirəm ki, bəyənmisiniz. Əgər xoşunuza gəldisə, aşağıda fikirlərinizi bildirin. Əsə, bu qədər. Gecəniz xeyrə.